vaxtınız xeyir olsun. Natır ədədlər mövzusunda bizə belə bir ifadə verilib. Və buradan bizdə A plus B cəmini soruşur. A plus B cəmini tapmaq üçün bu ifadənin açılışını yazaq. Bu ifadənin açılışını tapmaq üçün 100 A plus 10 B plus 7 minus 10 A minus B. Çünki burada mənfi işarəsi olduğu üçün işarənin əksinə dəyişəcək. Minus B bərabərdir 133-ə. 100A 10-a 90-a üstəgəl 10B, bu da B mənfi, bu da müsbət eləyəcək, plus 9B bərabərdir 133. 7 bu tərəfə keçəndə 126. Bunlardan mötərizə xaricinə 9'a çıxardaq. 9 mötərizə xaricinə çıxardanda qalacaq 10A üstəgəl B bərabər 126'ya. Və buradan 10A üstəgəl B bərabər 126'nı 9'a böləndə 14. Bu ifadə, bizdə bu ifadə elə A, B'nin açılışıdır. Yəni 10A üstəgəlinsin B'nin açılışıdır. Və buna uyğun olaraq A'mız 1, B'miz isə 4'dür. Bizdən də A plus B cəmini soruşur. A plus B cəmi də bərabər 5'ə.